Hər kəsə salamlar. Bu günlər mən sizə Qarabağ xəritəsinin izahını verəcəm. Bilirsiniz ki, 44 günlük Vətən müharibəsindən sonra 2-ci Qarabağ müharibəsinə aid olan suallar hər tarix imtahanında bizim qarşımıza bir və ya iki sual tipi kimi çıxır. Və bu suallar xəritəyə aid də ola bilər və yaxud da başqa bir sual tipi kimi də qarşımıza çıxa bilər. Keçək indi xəritəmizin izahına. Baxın, ilk öncə başlayırıq Kəlbəcərdən. Kəlbəcəri qeyd elədik. Kəlbəcər burada yerləşir. Bilirik ki, Kəlbəcər 25 noyabr 2020-ci il tarixində kapitulyasiya aktına əsasən işğaldan azad olunan rayonumuzdur. Və ermənilər Kəlbəcərin boşaldılması üçün 10 gün möhlət istəmişdilər. Əslində kapitulyasiya haqqında 15 noyabr qeyd olunsa da, onlar 10 gün vaxtı uzadıb 25 noyabra kimi deməli boşaltmaqlarını istəmişdilər ki, bəs 10 gün vaxtı uzadaq. Yəni bu bizim qarşımıza bir sual tipi kimi çıxsa, bilin ki, bu rayon Kəlbəcər olub. Aktda 15 noyabr, amma sonradan 10 gün uzadıldı vaxtı Kəlbəcərin boşaldılmasının. İndi biz Kəlbəcəri tapdıqmı? Kəlbəcərin yanında yerləşir Ağdam. Gördükmü Ağdamı? Ağdam 20 noyabr 2020-ci il tarixində kapitulyasiya aktına əsasən işğaldan azad olunmuşdu. Kəlbəcərin aşağısında yerləşir Laçın. Laçın 1 dekabr 2020-ci ildə kapitulyasiya aktına əsasən işğaldan azad olunan rayonumuzdur. İndi gəlin ümumiləşdirək. Deməli, Kəlbəcər, Ağdam, Laçın. Bunlar üçü bir-birinin yanında yerləşir. Kəlbəcərin deməli aşağısında Laçın yerləşir və sağ tərəfində deyək, sağ tərəfində də Ağdam yerləşir. Bax, bunu belə yadımızda saxladıq və hər üç rayonda kapitulyasiya aktına əsasən bir şəhid belə vermədən işğaldan azad olunan rayonlarımızdır. İndi keçək deməli Kəlbəcərin yuxarısına. Baxın, Kəlbəcərin yuxarısında Tərtər yerləşir. Tərtəri də bizdən xəritə sualı kimi təqdim eləyə bilər. Deməli istəyə bilər Tərtəri də. Tərtərdə yadımızda saxlayaq ki, Kəlbəcərin yuxarısında yerləşir, Ağdamın yaxınlığında yerləşir. Keçək indi deməli Laçından aşağı düşək Qubadlı. Qubadlı bilirik ki, 25 oktyabr tarixində işğaldan azad olunmuşdu. Qubadlıdan aşağı 5 gün çıxaq 25-dən. 20 oktyabr Zəngilan. Deməli, Qubadlının aşağısında hansı rayonumuz yerləşir? Zəngilan. İndi Zəngilanın yanında yerləşir Cəbrayıl. Gördüyümü Cəbrayılı? Cəbrayıl bildik ki, 4 oktyabr tarixində işğaldan azad olunub. Və Cəbrayıldan sonra hansı rayonumuz işğaldan azad olunmuşdu? Füzuli. Deməli, Cəbrayıldan sonra gələn rayonumuz oldu Füzuli. Füzuli nə vaxt işğaldan azad olunmuşdu? Füzuli 17 oktyabr tarixində işğaldan azad olunmuşdu. İndi bunları silək. Deməli, Qarabağın mərkəzinə keçək. Qarabağın mərkəzində də yerləşir Şuşa. Şuşa bilirik ki, 8 noyabr tarixində işğaldan azad olunan rayonumuzdur. Və Şuşanın yanında, ətrafında yerləşir hansı rayonlar? Xocalı, bir də Xocavənd. Xocalı və Xocavənd bilirik ki, antiterror əməliyyatı nəticəsində 2023-cü ildə işğaldan tam şəkildə azad olunmuşdular. Bunları da qeyd elədik. İndi keçək xəritə sualı var. Xəritə sualımızın izahına baxaq. Deməli, baxın, 21-ci sualda deyir ki, Turan taktikası hansı ərazinin azad olunması üçün istifadə olunub? Turan taktikası bildik ki, Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı istifadə olunublar və bu Turan taktikası nəticəsində düşmənin 27 tankı ələ keçirmişdi. 27 tankdan başqa düşmən xeyli itki vermişdi və xeyli də qənimətlər ələ keçirilmişdi Turan taktikası nəticəsində. Biz nə etməliyik? Xəritədə Cəbrayılı tapmalıyıq. Cəbrayıl da yerləşir harda? Baxın, biridə. Deməli, doğru cavabımız olacaq burada Cəbrayıl və cavabımız olacaq A variantı 21-də. İndi Cəbrayılın gəlin digər rəqəmlərdə deyək. Cəbrayılın yanındakı məsələn 2 rəqəmi haradır? Füzulidir. 5 rəqəmi Zəngilandır. Məsələn, buradan qalxsaq, görürük ki, baxın, 3 rəqəmində verib haranı? 3 rəqəmində verib Laçını, sonra onun aşağısında verib, deməli, yuxarısında verib daha doğrusu Kəlbəcəri. Belə, hər birinizə uğurlar, sağ olun.